Yer səthinin relyefi. Relyef nədir? Relyef yer səthində olan bütün nahamarlıqların cəminə relyef deyirik. Nahamarlıq nədir dedikdə deyirik ki, dağlıq ərazi, düzənlik ərazi, çökəklik ərazi. Yəni bunların hamısı nədir? Birlikdə relyef əmələ gətirir. Məsəl üçün qapını açdım evdən çölə baxıram, görürəm ki, geniş düzənlik ərazi var. Birazdan sonra orada dağlar var, sıra dağlar keçir. Yəni, bunların hamısı, yəni gözümlə gördüyüm bu ərazinin toplusu nədir? Relyef adlanır. Bu yer səthinin relyefi bundan ibarətdir. Relyefi öyrənən elm sahəsi geomorfologiya elmi deyirik ki, relyef haqqında məlumatı geomorfologiya elmi öyrənir. Relyefin əmələ gəlməsində iki təsir var. Biri daxili təsir var, bir də xarici təsir var. Bax, qüvvə var. Belə deyək də, yəni ki, buna biz. Bunlar qüvvələrdir. Daxili qüvvənin təsirindən, xarici qüvvənin təsirindən relyef formalaşır. Daxili qüvvələr nəhəng qüvvələrdir. Bunların biz təsirini çox böyük hiss edirik. Qısa bir zaman ərzində hiss edirik. Və bu qüvvələrin təsirindən nəhəng relyef formaları yarana bilir. Xarici qüvvələr isə əslində gündəlik olan bir qüvvələrdir ki, bu qüvvələr. Biz bunlarla dəyişilməni çox da elə hiss edə bilmirik də, an ərzində baş vermir deyə, çox da yavaş-yavaş gedir deyə, çox da hiss etmirik. Və bu bizim üçün deyirik ki, daha kiçik relyef formalarını yaradır. Yəni daxili qüvvə daha böyük relyef formasını yaratdı, xarici qüvvə isə daha kiçik relyef formasını yaratdı. Daxili qüvvələrə endogen qüvvələr deyirik. Bax, endogen D var. Daxilidə D var. Endogen daxili qüvvədir. Eksogen, yəni X də bunun əksi nədir? Xarici qüvvə hesab olunur. Və yaxud da X-ə nə deyirik? X deyirik də İngiliscə X deyilir də buna X-ə. X hərfinə. Hə, xarici qüvvə, yəni X olaraqdan bunun əksi olaraqdan xarici qüvvə, eksogen qüvvə hesab olunurlar. Daxili qüvvələr nələrdir? Məsəl üçün, vulkan zəlzələ. Bunlar daxili qüvvədir. Vulkan püskürür, nə bilim, orada böyük bir relyef forması yaranır. Zəlzələ baş verir, tektonik sınma olur, nə bilim, və ya da ərazi dağılır, çevrilir, başqa bir şey olur. Bunlardır. Bəs eksogen qüvvə nələrdir? Gündəlik görə bildiyimiz şeylərdir. Məsəl üçün, çayların axır, çay axır, çayın suyu axır, ərazini parçalayır, dağıdır, başqa bir relyef forması yaradır. Və yaxud da ki, nə bilim, dalğa, dənizin dalğası gəlir sahili yuyur, orada bir relyef forması yaradır. Və yaxud külək əsir ərazinin torpağını, daşını, qayasını, nə bilim, sovurur, aparır, başqa bir relyef forması yaradır orada. Nə bilim, bu şəkildə buzlaq olsun, külək olsun, yeraltı su olsun. Bax, yeraltı su belə ha. Bunu çaşdırmasın siz üçün. Yeraltı deyirsə daxildir, xeyr. Yeraltı suda xarici qüvvə hesab olunur. Və s. Bunların hamısı xarici qüvvələrdir. İndi biz bugünkü dərsimizdə yer səthinin relyefi dərsində daxili qüvvələri öyrənirik. Buna biz belə deyək də endogen qüvvələrdir. Elə bil ki, bu dərsimiz. Gələn dərsimizdə artıq eksogen qüvvələr haqqında məlumat öyrənəcəyik. Daxili qüvvələrin təsirindən dağlar və düzənliklər nə edir? Formalaşır. Həmçinin çökəklər də formalaşa bilərlər. Yəni, bu qüvvələrin təsirindən təbiətdə qabarıq və çökək relyef formaları formalaşırlar. Qabarıq relyef forması nədir? Dağlar. Müsbət şəkildə gördüyümüzdə və toppa formasında gördüyümüz ərazi bu müsbət relyef formasıdır. Bu şəkildə gördüyümüzdə çökəklik varsa artıq bu mənfi relyef forması hesab olunur. Yəni qabarıq deyəndə müsbət olmalıdır, yuxarı qalxan. Çökəklik deyəndə isə aşağı düşən və ya mənfi relyef forması deyə bilərik. Bu relyef formasının ölçülərinə görə aşağıdakı qruplara ayrılır strukturların ölçüsünə görə. Planetar, mega, makro, mezo, mikro relyef formaları olmaqla. Bunu əzbərləmək ehtiyac varmı? Elə əzbərlənəsi bir şey deyil əslində. Sadəcə olaraq bunu belə düşünün ki, həmişə planetar ən böyükdür, mikro ən kiçikdir. Ardıcıllığını bilməyə çalışın da. Planetar, mega, makro, mezo, mikro. Məsəl üçün, planetar relyef forması deyəndə deyirəm ki, materiklər. Avrasiya materiki. Bu nədir? Bir planetar relyef formasıdır. Avrasiya materikinin üzərisində yerləşən deyək ki, Himalay dağları var. Bu mega relyef formasıdır. Himalay dağlarının üzərisində yerləşən
Nə bilim, Everest zirvəsi var. Bu artıq makro relief forması olur. Everestin üzərisində yerləşən nə bilim bir çay dərəsi var. Bu artıq mezo relief formasıdır. Və yaxud da başqa bir kiçik tirəcik falan isə belə bir relief forması var, artıq mikrodur. Yəni bunu belə düşünə bilərik ki, elə bil insan özü planetar relief formasıdır. Başımız olur artıq nə? Mega relief forması. Başımızın üzərisində qulaq var. Qulağımız olacaq artıq makro relief forması. Qulağımızın üzərisində sırğa var, məsəl üçün. Sırğa olacaq artıq mezorelief forması. Sırğanın üzərisində qaş var, o olacaq artıq mikroelief forması. Gördükmü? Ən böyükdən nə etdik? Ən kiçiyə doğru getdik. Yəni bu əzbərliyim oturum burada testdə məsəl üçün burada sənə alt dağları turan o balığı veribsə, testə gəlib o sənin qarşına çıxmaya bilər. Hə, orada başqa ad qarşına çıxa bilər. Sadəcə olaraq verilən sualın içərisində müqayisə etməyi bilməlisən ki, hə, məsəl üçün mən müqayisə aparmalıyam. Alt dağları böyükdür, yoxsa Baş Qafqaz silsiləsi böyükdür? Bax, Qafqaz dağları demir, ha, Baş Qafqaz silsiləsi deyir. Bunun ikisinin arasında müqayisə aparmaq. Hə, alt dağlara dağ sistemidir bu bir böyük. Amma Qafqaz silsiləsi hə kiçik bir silsilədir də bu Qafqaz dağlarının üzərisində yerləşən silsilədir. Başa düşdük? Yəni Qafqaz dağları versəydi, hə Qafqaz dağları meqarelief forması hesab edilərdi. Amma bizə Baş Qafqaz silsiləsini verir. Yan silsilə məsəl üçün. Baş Qafqaz dağlarının üzərisində Böyük Qafqaz dağlarının üzərində olan kiçik bir silsilədir. Azərbaycanın içərisinə doğru Qusar rayonu ərazisində yerləşir bir silsilədir. Bu artıq yan silsilə nədir? Makrodur. Məsələn, yan silsilənin üzərisində zirvələr var ki, hə, bu daha da kiçik relief forması nədir? Hesab edə bilərik bunu biz. Yəni bu şəkildə ardıcıllıqla getməyi bilsəniz, əslində tapmaq olur suallarda. Əzbərləməyə də ehtiyac qalmır onu. Sonra, daxili qüvvələrin təsirindən əmələ gəlmiş. Burada morfostruktur, morfoskulptur var. Bunlar nə deməkdir? Daxili qüvvənin təsirindən əmələ gəlmiş relyef formasına morfostrukturlar deyilir. Xarici qüvvənin isə təsirindən əmələ gəlmişlər isə morfoskulptur adlanır. Bunları çox vaxt qarşılaşdırırıq bir-birilə ki, struktur hansı idi, skulptur hansı idi. Gəl ilk öncə biz endogen, eksogenə qaydaq. Endogen D hərfinə görə demişdim ki, nədir? Daxili qüvvədir. X-ə görə isə, burada X hərfinə görə isə X dedik buna biz. Bu isə eksogen də xarici qüvvə nə oldu? Hesab olundu. Eləmi? Bunu buradan bildik. Və yadda qalsın. Daxil deyəndə, yəni daxil, içərisi, tərkibi, strukturu. Bax görürük. Söz özü gəlir artıq. Daxili, içərisi, tərkibi, strukturu. Bax, struktur varsa bu demək daxili qüvvənin təsirindən yarandı. Yəni nəyinsə strukturu, nəyinsə tərkibi, nəyinsə daxilindən danışıramsa, artıq bu morfostrukturdur. Morfoskulptur isə mən o vaxtda bunu belə yadda saxlamışdım. Çox anlamsız bir şeydir yadda saxlamağımın yolu. Skul şeydir, məktəbdir. Məktəb torpağın üzərisində tikilir. Hə, bu da demək çöldə olandır. Hə, bu demək xarici qüvvənin təsirindən yadda qalır. Nə bilim, yadınızda qalar o şəkildə. Və ya da özünüzün hər hansı bir alternativ variantınız var taparsınız. Və yaxud da ki, strukturu bildikdən sonra digərinin xarici qüvvənin təsirindən yaranmış relyef forması olduğunu bilmək də asan bir şeydir artıq. Buradan deyəcəklərimiz bunlardır. Gəldik ki, yaranan relyef formalarından biri dağlardan danışacağıq biz. Bir də ki, yaranmış relyef formalarının düzənliklərdən danışacağıq bu günlər. Deməli, dağlar haqqında deyək. Dağ nədir? Dağ zirvəsi, ətəyi, yamacı var və zirvəsi, ətəyi, yamacı aydın nəzərə çarpan və nisbi hündürlüyü 200 metrdən yuxarı olan müsbət relyef formasına dağ deyirik. Yəni ki, dağ dediyimiz anlayış, yəqin ki, dağ falan görmüşük. İndi birdən olur, uşaqlar deyir, dağ görməmişəm mən. Ha, bu dağın zirvəsidir. Bu dağın ətək hissəsidir aşağı. Zirvə ilə ətək arasında qalan ərazi isə yamaç hesab olunur ki, biz bunları kənardan baxanda aydın şəkildə görə biliriksə və bunun nisbi hündürlüyü 200 metrdən yuxarıdırsa, bu artıq dağ hesab ediləcəkdir. 200-dən aşağı olanda təpə hesab edilir, yadımızda qalsın. 200-dən yuxarı olan zaman dağ, aşağı olan zaman təpə hesab edildi. Dağın elementləri var. Ətəyini dedik, ən aşağı hissədir. Məsəl üçün gelibsən dağa, haradasan, dağın ətəyindəsən. Hara çıxmalısan? Dağın zirvəsinə çıxmalısan. Ətək ən aşağı oldu, zirvə ən yuxarı oldu. Ətəklə zirvə arasında qalan yol isə, ərazi isə yamac adlandı. Var pik. Pik nədir? Şiş uclu zirvə deməkdir. Bu daha çox yüksək dağlarda, cavan dağlarda biz bunu görə bilirik və piklər daha çox buzlaqların təsirindən əmələ gələn bir relyef forması hesab olunur, deyə bilərsiniz. Sonra var aşırım. Aşırım nədir?
Dağın üzərisində keçid üçün əlverişli olan yola aşırım deyirlər. Görək aşırım yazsaq çıxacaq burada. Aşırım. Axırıncı aşırım gəlir. Peri var. Hə, Peri var gəlir. Aşırım yəni ki, döngəli olan yoldur. Yəni bu dağın üzərisində biz bunu Azərbaycanda Pereval adlandırırıq da. Yəni Pereval deyirik buna biz. Ağsu Perevalı deyirsən, nə bilim, məsəl üçün bizdə var, Gədəbəy ərazisində var. Yasamal Perevalı deyilir. Gədəbəy ilə Şəmkir arasındadır. Əslində Şəmkir ərazisində çıxırıq. Biz o həmişə Gədəbəy Şəmkir arasında deyirik belə bir şey. Ha, bu peravaldır. Bildiyimiz peraval, yəni aşırımdır. Dağın üzərisində keçid üçün əlverişli yol varsa, buna biz nə deyirik? Aşırım hesab edirik, yadımızda qalsın. Sonra nə var? Su ayrıcı var. Su ayrıcı nədir? Su ayrıcı belə düşünün də bunu siz. Elə bir ki, bu dağdır. Dağın bu tərəfindən bir çay başlayır, belə axır. Bu tərəfindən də bir çay başlayıb, belə axır. Ya bu dağ, bu iki dənə çay üçün nədir artıq? Su ayırıcı rolu oynayır. Bu dağ bunun üçün su ayırıcı rolu oynayacaqdır. Məsəl üçün biz bunu təbiətdə nə görürük? Kordilyer dağları, Ant dağları görə bilərsən və yaxud böyük su ayırıcı dağları görə bilərsən ki, hə, məsələn, Kordilyer dağından başlayan çay bir qismi getdi Sakit okeana, bir qismi gəldi hara? Atlantik okeana və ya eyni şəkildə Sakit Atlantikə getdi. Və ya burada Hind okeanına getdi və yaxud da ki, Sakit okeana getdi. Gördükmü? Demək bu dağlar müəyyən okeanlar arasında nə oldu? Su ayrıcı rolu oynadılar deyəcəksiniz. Sonra burada nə deyir bu? 40%-dən çoxuna deyir. Dağlar yer səthinə əsas relief olmasa 40%-dən çoxunu əhatə edir. Olsun, etsin. Dağları mənşəyinə görə, yaşına görə və hündürlüyünə görə qruplaşdırırıq. Mənşəyinə görə dağlar iki yerə ayrılır. Tektonik və vulkanik mənşəli dağlar olmaqla iki yerə ayrılır. Mənşə deyəndə, yəni ki, tərkibi də belə deyək. Necə yaranması belə deyə bilərsiniz. Mənşəyi nədir bu? Bir də nəyisə maraqlanırsa desin ki, bunun mənşəyə görə nədir? Yəni tərkibi nədir? Necə formalaşıb bu? Hər hansı bir məhsul alırsan, deyirsən ki, görəm bunun mənşəyində kimyəvi qatqı varmı? Yəni, bu şəkildə tərkibindən söhbət gedir. Tektonik və vulkanik olmaqla iki yerə ayrılır. Tektonik dağlar necə yaranır? Hər hansı bir tasvir tavası gəldi, toqquşdu bir-biri ilə dağ yaratdı burada. Oldu bu tektonik mənşəli dağ. Məsəl üçün, Alp dağları Afrikanın, Avrasiyanın, yəni Avropa hissəsinin toqquşmasından yaranır. Bu olur tektonik mənşəli dağ. Himalay dağları Hindistanla məsəl üçün Avrasiyanın toqquşmasından formalaşıb. Nə bilim, Qafqaz dağları olsun, Zaqros dağları olsun. Zaqros dağlarında Ərəbistanın təsiri olar da, yəni ki. Ərəbistan təsiri olmaz orada yox. Orada Hind-Avstraliyanın təsiri olar. Qafqaz dağlarını deyə bəlkə nə, burada məsələn Ərəbistan tavasının təsiri var da. Ha, gəldi toqquşdu və nə baş verdi? Dağ yarandı orada. Oldu tektonik mənşəli dağ. Məsəl üçün bayaq adını öyrəndiyimiz vulkanlar var idi. Kilimanjaro vulkanı. Yəni gedib məsəl üçün sən o Kilimanjaro vulkanının yanına çatsan, ora gedib çıxsan, o içərisində qaynar qazan kimi vulkan qaynamır ki. Hə, sənə kimsə deməsə ki, hə, bu vulkandır, sən deməsən ki, hə, bu vulkan, deyirsən ki, dağdır. Baxsan ki, normal dağa oxşuyur. Amma vulkanik mənşəli dağdır artıq bu. Yəni vulkan püskürməsindən əmələ gəlmiş dağdır. Bunların mənşəyinə görə oldu. Tektonik dağlar da öz sırasında üç yerə ayrılır. Qırışıq, faili və qırışıq faili dağlara olmaqla üç yerə ayrılır. Qırışıq dağlar yadda qalsın cavan dağlardır. Faili dağlar qədim dağlardır. Qırışıq faili dağlar isə əvvəllər qədim olub, sonra yenidən cavanlaşmış dağlar hesab olunurlar. Qırışıq dağları cavan dağlardır. Yəni litosfer tavalarının sərhədlərində yerləşən, tektonik zonalarda yerləşən, Alp dağ əmələ gəlməsində gəlmiş bütün dağlar qırışıq dağlar hesab edilirlər. Faili dağlar platformalarda yerləşirlər. Daha çox materik mərkəzlərində rast gəlirik biz buna. Sönmüş vulkanlar ola bilər bunlar. Bu dağlar paleozoyda falan yaranmış dağlardır ki, mezoyda yaranmış dağlardır ki, bunlar faili dağlar hesab edilirlər. Məsəl üçün, qırışıq dağlara deyək ki, Alp dağları, Ant Kordilyer dağlarını görə bilərik. Sonra Atlas dağları, Zagros dağları, Himalaydır, nə bilim, Pamirdir, Qaraqorumdur. Bu kimi dağlarda biz nədir? Cavan dağlardır deyə biz bunlarda qırışıq dağlar deyirik. Fari dağlar qədim dağlardır. Bunlar artıq paleozoda falan yaranmış dağlar. Məsəl üçün Skandinaviya, Ural, Kap, Əjdaha, Appalaç, Böyük su ayrıcı, Böyük Xinqan, Kiçik Xinqan dağları, Baykal ətrafı dağlar və s. Bunlar nədir? Fali dağlardır.
Bir də var qırışıq faylı dağlar. Qırışıq faylı dağlar nədir? Bunlar biz keçən dəfə danışdıq. Altay, Sayan, Tiyan dağları dedik ki, bunlar qırışıq faylı dağlardır. Bu dağlar Paleozoyda yaranmışdır. Belə deyirik. Paleozoyun Kaledonda Altay, Sayan, Tiyan dağlarının şimal hissəsi yarandı. Kaledon Hersin. Hersində isə cənub hissəsi yarandı o dağların. Yəni bütövlükdə Paleozoyda bu dağlar formalaşdılar. Amma gəldilər alt qırışıqlığında bunlar yenidən tektonik hadisələrə məruz qaldı və biz bunlara yenidən törəmiş dağlar dedik. Altay, Sayan, Tiyan. Buna biz həmişə belə deyirik. Aygün Kazımova deyirik biz bunlara. Məsəl üçün, Aygün Kazımovanın deyək ki, neçə 60-a yaxın yaşı var da o insanın da. Hə, bu 60-a yaxın yaşı var bunun. Amma məsəl üçün baxanda bunu biz deyirik ki, bu xarici görkəmindən də baxanda deyirsən ki, məsəl üçün bunun əyəm o 20 yaşı var. Məsəl üçün deyirəm. İndi bu Aygün Kazımovanın 20 yaşda olan bir insana oxşuyur deyə biz buna cavan insandır deyə bilərikmi? Təbii ki də deyə bilmərik. Başa düşdün? Yəni bunun özəyi nədir? 60 yaşlı da. Bu qoca da artıq. İstər-istəməz bu artıq bu insan yaşlı insan hesab olunur və ya da digər hər hansı fərqi yoxdur. Başa düşdü? Yəni bu dağlar da belədir. Yəni əslində qocadılar, amma elə bil ki estetik əməliyyat elətdirib özlərini elə bil cavanlaşdırırlar. Bu şəkildə yadımızda qalsın. Amma biz bunlara qoca deyəcəyik. Məsələn, Altay, Sayan, Tiyan dağlarını mən götürüm alt qırışıqlığında əmələ gəlmiş dağ kimi verim, səhv gedir. Bu dağlara götürüm mən cavan dağ deyim, səhv gedir. Bu dağlar qoca dağlardır. Bu dağlar payızda yaranıblar, amma altda yenidən tektonik hadisələrə məruz qalıb ki, bunu biz məsələn yeni kitablarda falan Baykal ətrafı dağlar da deyirik ki, orada tektonik hadisələrə məruz qalırlar yenidən deyəcəksiniz. Sonra yaşına görə dağlar cavan qədim olmaqla hissə, artıq bunu biz dedik burada cavan və qədimləri. Cavanlar altda yaranmış dağlardır. Qalan dağların hamısına qədim dağlar deyəcəksiniz. Hündürlüyünə görə də ki, dağlar 3 yerə ayrılır. Burada hündürlük bölgüsünü məncə fərqli veriblər. Yəni hündürlük bölgüsünü veriblər ki, burada. Hə, veriblər. 1000 metrə qədər, 1000-2000 arası, 2000-dən yuxarı. Amma məsəl üçün yeni kitablarda belə verirlər də bu bölgünü 500-1000 metr arasında verirlər. Yox, yox, 200 min arasında verirlər, hə. Düşün 1000 metrə qədər də, yəni ki, 1000 metrə qədər olanlar alçaq dağlardır. Amma yeni kitablarda məsəl üçün nə verirlər? 1000-dən 2500-ə qədər olanlar orta dağlardır. 2500-dən yuxarıda olanlar yüksək dağlardır. Məsələn, bu çox düzgün bir bölgüdür. Niyə görə? Çünki burada bizim bəzi dağlarımız var ki, onların məsələn hündürlüyü 2228 metrdir. Məsələn, hündürlüyü 2037 metrdir. Başa düşdüm. Bu dağlarda artıq biz buna orta dağ mı deyək, yüksək dağ mı deyək, həmişə o biraz çaşdıran bir şey olurdu. Amma artıq kitablarda bunu o şəkildə 7-ci sinifin kitabında bu şəkildə verirlər deyə yadda qalsın. Bu ardıcıllıqla əzbərləməyin də, yəni ki 1000, 1000, 2500, 2500-dən yuxarı olmaqla əzbərləyirsiniz. Gəldik düzənliklərə. Bunların hamısının xəritdə yerlərini göstərəcəm o birisi izahda. Düzənliklərə gəldik. Düzənliklər mənşəyinə görə iki yerə ayrılır. Denudasyon mənşəli, bir də akkumulyativ mənşəli düzənliklər olmaqla. Denudasyon mənşəli düzənliklər nədir? Denudasiya parçalanma deməkdir. Akkumulyasiya çökdürülmə deməkdir. Denudasiya bəzən belə deyirik ki, parçalanan suxurların daşınması da deyirik. Suxur parçalanır, daşınır və çökdürülür. Üç xüsusiyyət var da belə deyim sizə. Parçalanması var, daşınması var, çökdürülməsi var. Parçalanmaya ümumi şəkildə aşınma deyirik. Suxur aşındı, parçalandı. Həmin o aşınıb parçalanan suxurun daşınması denudasiya adlanır. Daşınan suxurun müəyyən bir əraziyə çökdürülməsi isə akkumulyasiya adlanır. İndi biz bunu belə deyə bilərik ki, məsəl üçün dağlıq ərazidir, eləmi? Burada aşınma getdi, parçalandı suxur. Bu suxur daşındı, gəldi hara çökdürüldü? Aşağı əraziyə çökdürüldü. Deməli, yuxarı ərazi denudasiya görürük, aşağı ərazidə isə akkumulyasiya görürük. Akkumulyasiya çökdürmə deməkdir. Ona görə yadda qalsın ki, bütün yaylalarımız denudasyon mənşəlidir. Bütün ovalıqlarımız akkumulyativ mənşəlidir. Bunu sənə sual verir testdə. Deyir, akkumulyativ mənşəli düzənliklər seçilən. Sənə indi hər sualın qarşısından vermir ki, hər şeydə cavabda sənə vermir ki, ovalıq. Onu sənə verməyə bilər. Ha, eləcə adını verər ərazi. Məsələn, Amazon verə bilər eləcə. Amazon ovalığı verməz.
Sən artıq burada ovalıqları tanımalısan xəritənin üzərisində, bir də ki, yaylanı tanımalısan xəritənin üzərisində. Bilməlisən ki, hansı yayla, hansı ovalıqdır. Hə, dendasyonlar o yaylalardır. Məsəl üçün, Dekan yaylası bu dendasyon mənşəlidir. Akkumulyativ isə məsəl üçün Amazon ovalığı akkumulyativ mənşəlidir. Küraz ovalığı akkumulyativ mənşəlidir. Çünki çökək ərazidir deyə ora gəlib suxur çökür. Oradakı təbii ki, nədir? Çaylar gətirir, çökdürür o suxur ora. Yəni kimsə əli ilə yeyib daşıb gətirmir. Əsasən çaylar gətirir. Külək də edə bilər bu prosesdə fərqi yoxdur. Yəni xarici qüvvədə artıq burada. Gətirir onu nə edir? Çökdürür dağın aşağısına və orada düzənlik ərazi yaradır ki, buna biz akkumulyativ mənşəli düzənliklər deyirik. İndi burada allüvyal, provyal var. Bunu biz gələn dərsdə danışacağıq bu haqda. Bu çayların təsirindən yaranan ərazilərdə baş verir buna. Bir də ovalıqlar, yüksəklilər və yaylılar. Bu mütləq hündürlüyünə görə olan bölgüsüdür. Dəniz səviyyəsindən 200 metrə qədər olanlar ovalıqdır. Əslində bu dəniz səviyyəsindən sözü burada düzgün deyil. Çünki ovalıqların dəniz səviyyəsindən aşağıda olanını da görmək mümkündür. Bunu biz Azərbaycanda onsuz da Xəzərin sahilində yaşayan ovalıqları görə bilirik. Yəni 200 metrə qədər olanlar ovalıqdır. Bir yadımızda qalsın bizim. Bu. Sonra bu da aşağıda verib çökəklik ərazilər, amma biz bunu yenə də testlərimizdə oval şəklində qəbul edirik. Kürün sahilində yerləşən əraziləri. Yüksəkliklər 200-500 arasında yerləşir. 500-dən yuxarıda isə olanlar yayla ərazisi hesab edilir. Və burada da ki, ovalıqlar, yüksəkliklər, yaylar hər birinin adları verilir və bunu da biz xəritənin üzərisində hər birinin yerini bilməyimiz lazımdır. Okean dibinin relyefinə qədər olan hissəni öyrəniriz. Əslində okean dibinin relyefində çox elə böyük bir şey yoxdur. Amma qalsın bunu gələn dərsə keçərik. Eksogenlə okean dibi relyefini.